2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər, hər birinizi xoş gördük. Sizlə mənəm Alidə Mustafayeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsi olan Rəqəmsal Dialoq verilişini dinləyirsiniz. Qeyd edim ki, bizi izləmə imkanınız da var. Asan Radio və Nazirliyin Facebook səhifəsində canlı yayımdayıq. Suallarınızı şərh bölümünə yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz mövzuya dair. Bugün mövzumuz Azərbaycan markasının inkişaf dövrüdür. Qonağımızsa Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin marka şöbəsinin müdiri Sitarə xanım Hüseynovadır. Sitarə xanım, salamlayıram, xoş gəlmisiniz. Salam, xoş gördük. İlk sualım müasir Azərbaycan markasının fəaliyyət istiqaməti necə qurulub, əsas üstünlük nələrə verilib? Hal-hazırda Azərpoçt olaraq marka şöbəsinin fəaliyyət istiqaməti dövrün tələblərinə uyğun olaraq yönəldilir. İlk növbədə Azərbaycan poçt markasının statusu və imicinin artıraraq qoruyub saxlamağa önəm veririk. Ümumdünya Poçt İttifaqı tərəfindən hər bir buraxılışlarımızı qeydiyyata saldırırıq. Bu bir faktdır ki, yalnız rəsmi qeydiyyatdan keçmiş poçt markaları legal statusu alır, Ümumdünya Poçt İttifaqının rəsmi saytında yerləşdirilir. Və bundan səvayi Ümumdünya Poçt İttifaqının il ərzində 4-5 əsas sərgilərinə yalnız qeydiyyatdan keçən markalar buraxılır. Və bu da ki, əlbəttə ki, hər bir ölkənin poçt markasının statusu haqqında xəbər verir. Əlbəttə ki, qeydiyyat prosesinə önəm verərək biz ilk növbədə özümüzün öz markalarımıza olan hörmətini nümayiş etdirmiş oluruq. Aydındır. Marka sahəsində hansı yeniliklər var və nələr gözlənilir? Marka sahəsindən danışaraq yalnız ölkəmizdə baş verən yeniliklərdən deyil, ümumiyyətlə Ümumdünya Filateliya Assosiasiyası tərəfindən bu sahənin inkişafı istiqamətində görülən işlərdən də demək istərdim. Hələ sözü düşmüşkən Ümumdünya Poçt İttifaqının yaratdığı VNS nömrələmə sistemi var. Poçt markalarının qeydiyyat və nömrələmə sistemi. Həmin əgər bundan əvvəl qeydiyyata alınan markalar yalnız onların rəsmi saytında özünə yer tapırdısa, hal-hazırda onlar yeni tətbiqlərdən də istifadə etməyə başlayıblar. Və onu da bildirim ki, həm Android tipli, həm də smartfon tipli telefonlar üçün tətbiqlər təsis ediblər. Əslində bu biz poçt operatorları üçün çox böyük imkanlar yaradır. Bu imkanlar hansılardır? Hər bir marka haqqında ölkələrin buraxdığı markalar bu tətbiqlərdə yerləşdirilir və əlbəttə ki, bu alıcı və izləyici kütləsini genişləndirir. Onu da qeyd edim ki, sadəcə markalar haqqında məlumat deyil, hətta hər bir markanın altından, yəni e-shopa hər bir poçt operatorunun özünün rəsmi satış saytına keçid verilir. Bu keçidə imkan verərək, əlbəttə ki, bu bizim alıcı kütləmizi də genişləndirir. Ona görə bu sahənin insanı olduğum üçün deyə bilərəm ki, əlbəttə ki, bu cür islahatlar çox vacibdir. Yəni filateliyanın inkişafında çox vacibdir. Aydındır. Ümumiyyətlə markanın əsl əhəmiyyəti nədir? Markanın əhəmiyyətindən danışaraq bir misal gətirmək istəyərdim. Hətta bu yaxınlarda marka sahəsində ölkəmiz üçün böyük bir başarı haqqında da danışmaq istəyərdim. Bu nə idi? 1919-cu ildə Azərbaycan Demokratik Respublikası tərəfindən 10 növdə ilk markalarımız buraxılıbdı. Bu ilk markalar əlbəttə ki, bu tarixi markalarımızdır. Yalnız o vaxtlar Ümumdünya Poçt İttifaqı tərəfindən qeydiyyat aparılmadığı üçün də o markalar sadəcə muzeylərdə, kolleksiyalarda özünə yer tapmışdı.
Deməli, bizim təşəbbüsümüzlə Ümumdünya Poçt İttifaqına müraciət etdik və bu markaları biz istədik ki, rəsmi olaraq qeydiyyatdan keçirib onlara legal statusu verək, qazandıraq. Və bu əlbəttə ki, Ümumdünya Poçt İttifaqı tərəfindən əvvəl bir neçə suallar doğrultdu. Sonradan biz onlara izah elədik ki, hal-hazırda müasir Azərbaycan ilk Azərbaycan Demokratik Respublikasının varisidir və bu da bizim markalar da bizə məxsusdur və biz onu istəyirik ki, qeydiyyatdan keçirdək. Sonradan qeydiyyata artıq alınandan sonra bizim bu təşəbbüsü örnək olaraq digər ölkələrə də onlar bir təcrübəli yaydılar və onlara tövsiyə etdilər ki, siz də bunu edəsiniz. Və bu yaxınlarda Bayraq Muzeyində mənim bir görüşüm var idi və Bayraq Muzeyində Azərbaycan Demokratik Respublikasının güşəsi nümayiş var, qurulubdur. Həmin güşədə bu poçt markalarının nümayiş olduğunu gördüm və muzeyin direktoru Könül xanıma bildirdim ki, bəs bilirsiniz, biz belə bir addım atdıq. Hal-hazırda bu markalar rəsmi olaraq qeydiyyatdan keçirilibdir. Onlar artıq bir statusa malikdir. Könül xanım əlbəttə ki, çox böyük qürur hissi keçirtdi. Hətta bizdən xahiş elədi ki, onlarla bir rəsmi nəsə bir məlumatı da paylaşaq. Deməyim onadır ki, əsrlər gördüyünüz kimi dəyişir, illər ötür. Yalnız poçt markaları öz əhəmiyyətini hələ də itirmir. Hələ də itirmir və tarixin daşıyıcısı kimi öz missiyalarını yerinə yetirir. Muzeylərdə və filatelistlərin kolleksiyalarında öz yerlərini tapır. Ona görə bu da markaların çox böyük əhəmiyyətidir ki, o gələcək nəsillərə, gələcək bizim filatelistlərə, ümumiyyətlə dövlətimizin rəsmi də olmasa, amma balaca bir atributu kimi bu statusu özündə daşıyır. Aydındır Stara xanım, təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radioda rəqəmsal dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün biz Azərbaycan markasının inkişaf dövründən danışırıq. Studiyamızın qonağı Azərpoçt MMC-nin marka şöbəsinin müdiri Stara Hüseynovadır. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Omid mağazalarından möhtəşəm indirim. Neovod su qızdırıcı 24 kilovat, indi 110 manat deyil, 89 manat. Gülbənz Mistitil 47 manat 90 qəpik deyil, cəmi 31 manat 90 qəpik. Omid xeyli alış-verişlər. Asan Radyo'da reklam. Hilfan'dan şok indirimlər. Hilfan kompozit boru 1 manat 35 qəpik deyil, 1 manat 19 qəpik. Hilfan boru sağlamlığını qoru. Məhsulu bütün inşaat mağazalarından ala bilərsiniz. Park Residences 1, 2, 3'ten sonra Park Residences 4 gəlir. Sibriz'in ən populyar layihəsində növbəti mərhələ başladı. Bu dəfə gecikməyin. 840 nömrəsinə indi zəng edin. Müasir Avropa minimalizmi üslubunda olan mənzillər 38 kvadrat metrdən 100 kvadrat metrədək sahəyə malikdir və təmir olunmamış təhvil verilir. Rahat ərazi, landşaft dizaynı, böyük hovuz və sakinlər üçün özəl infrastruktur. 840 nömrəsinə zəng edin. Oxumaqda və ya gecə maşın sürməkdə çətinlik çəkirsiniz, bulanlıq görürsünüz, Batı Göz Klinikasında müasir texnologiya ilə bıçaqsız, ağrısız əməliyyatlarla aydın görməyə qovuşun. Ətraflı Ulduz 4033. Klinika İqtisadiyyat Nazirliyinin lisensiyası əsasında fəaliyyət göstərir. Diqqət! Tam Store'da möhtəşəm indirimlər başladı. 25-30 sentyabr tarixlərində 10 manatlıq alış-verişdə Ankor yağının 1 kiloqramı 19 manat 98 qəpik olacaq. Biz susuruq,
qiymətlər danışır. Kampaniya məhsul bitənə kimi qüvvədədir. Tam Store, tam istədiyiniz market. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də White Box 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Asan Radyo'da reklam. 050 60 06 100. Bravo brend məhsullarına 1 oktyabrədək xüsusi endirim təklifləri. Oluna duru yağ çeşidlərinə 37%-ədək, familiya makaron və bakliyat növlərinə 25%-ədək güzəşt fürsətlərini qaçırmayın. Əla təkliflər və münasib qiymət üçün. Bravo. Doğru seçim. Rəqəmsal dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün Azərbaycan markasının inkişaf dövründən danışırıq. Studiyamızın qonağı Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin marka şöbəsinin müdiri Sitarə Hüseynovadır. Sitarə xanım, yeni poçt markalarının mövzuları necə seçilir və bu seçimdə əsas prioritet nədən ibarət olur? Deməli, gələcək il üçün hər ilin sonunda tematik plan hazırlanır. Bu tematik planı hazırlayaraq biz artıq gələn il Azərbaycanda hər hansı bir mühüm hadisə, tədbirlər, yubiley tarixləri nəzərdə tutulubsa, bunların hamısını biz də öz tematik planımızda nəzərdə tuturuq. Bundan əlavə filatelistlərin də özlərinin önəm verdiyi mövzular var ki, biz gərək onlara da əlbəttə ki, yer ayıraq. Bu əsasən flora və fauna, memarlıq, idman, aviasiya, nəqliyyat, bir çox mövzulardır ki, məhz bu mövzularda filatelistlər markalara çox önəm verir. Və biz bunu tematik planda əlbəttə ki, nəzərə alırıq. Amma bu demək deyil ki, plandan qırağa çıxmırıq. Çünki artıq gələn il ərzində əgər hər hansı bir sərəncam çıxırsa və digər qurumlardan, təşkilatlardan bizə müraciətlər daxil olursa, biz həmin müraciətlərin əsasında bu markanın buraxılışına zəruriyyət varsa, əlbəttə ki, marka buraxılışını həyata keçiririk. Aydındır. Bəs işğaldan azad olunmuş torpaqlarla bağlı hansı markalar buraxılıb və bu mövzu ilə bağlı hər hansı bir yenilik gözlənilirmi? Bəli, işğaldan azad olunmuş torpaqlarla bağlı artıq bu bizdə bir ənənə halına çevrilib və biz 2020-ci ilin sonundan Zəfər günündən etibarən bir neçə markalar buraxmışıq. Bu əlbəttə ki, Zəfər gününə həsr olunmuş markalardır. Şuşanın 270 illiyi ilə bağlı biz silsilə markalar buraxdıq. Hansı ki, Şuşanın həm tarixini, həm mədəniyyətini, həm memarlığını əks etdirən markalar idi. Sonradan Qarabağ xanlığına, onun atributikasına həsr olunmuş markalar idi, sikkələrinə həsr olunmuş markalar idi buraxdıq. Bu yaxınlarda məsələn Ağdam şəhərinə həsr olunmuş 3 markadan ibarət blok buraxdıq. Bu da filatelistlər tərəfindən də çox bəyənildi. Çünki orada Ağdamın çox məşhur və önəmli abidələri, sonra tarixi, onun məqamları göstərilmişdi və düşündük ki, bundan sonra bu ənənəni davam edək və digər regionlara da, şəhərlərə də, işğaldan azad olunmuş şəhərlərə həsr olunmuş poçt markalarını buraxaq və bildiyiniz kimi bu il bizim zəfərimizin 5 ilidir və əlbəttə ki, qabaqda da bizim bununla bağlı böyük bir proyektimiz hazırlanır və bir neçə poçt markaları biz hazırlayıb və tədbir çərçivəsində dövriyyəyə buraxacaq. Aydındır. Poçt markalarına xüsusi marağı olan insanlar var, onlar filatelistlərdir. Bəs onlar necə yetişirlər? Bu sahəyə marağı olan gənclərimiz bugün varmı? Bilirsiniz, bu mövzu əslində çox gözəl toxundunuz bu mövzuya. Çox aktual bir mövzudur və problem təkcə bizim ölkədə deyil.
digər ölkələrdə də yaşanır. Problem nədədir? Ondadır ki, filatelistlərin yaş həddi 45-dən yuxarıdır. Yəni cavan nəsli, özünüz bildiyiniz kimi onların biraz maraqları tam başqadır. Və onları neynənsə maraqlandırmaq, gündəmdə saxlamaq çox çətindir. Bir produkt yaradıb və onda maraq doğrultmaq üçün cavanlara bunu çatdırmaq elə bir ki, daha çətindir. Və bütün dünyada belə bir hadisə, yəni belə bir hal müşahidə olunur ki, cavan nəsil az maraq göstərir markalara. Bircə Çində belə bir yəni da vəziyyət bu yaxşıdır da, mən çünki Şanxay şəhərində olarkən orada böyük bir sərgi idi. Biz gördük ki, marka sərgisinə böyük kütlədə cavanlar cəlb olunmuşdu. Cavanlar cəlb olunmuşdu və bu əlbəttə ki, çox xoş bir haldır. Sonradan mən Post Avropanın, yəni ki, Avropa Poçt Təşkilatının filateliya forumlarının birində iştirak edərkən bu haqqda elə bir öz sözümü dedim və fikirlərimi izah elədim və bütün bizim bu poçt operatorları tərəfindən nəsə bir addımların atılmasına çağırdım. Çünki məncə cavanlar arasında uşaq filateliyasını da inkişaf etdirmək çox vacibdir. Yəqin ki, indi bu bizim də planımızda var. Ki onlarda marağı artırasınız. Bəli, əlbəttə ki, yəqin burada böyük bir layihə olsa, biz məktəblərin özləri ilə də və yaxud da ki, Təhsil Nazirliyinin əli ilə proyekti başladıq. Amma istəyirik ki, məktəbliləri cəlb eləyək, onları markanın nə olduğunu birincisi onlara izah edək, onlara hədiyyələr verək və bu inkişafı edək ki, yəni bu ənənə ölməsin. Uşaqlar arasında da, cavanlar arasında da filatelistlər yetişsin. Aydındır. Siz az öncə Post Europe təşkilatının adını qeyd etdiniz. Səhv etmirəmsə, siz Post Europe təşkilatının markalar və filateliya işçi qrupunun sədr müavini təyin edilmisiniz. Qarşıdakı hədəfləri bilmək istəyirəm. Bu münasibətlə öncə sizi təbrik edirəm. Təşəkkür edirəm. Bu bir əhəm yerlimiz olaraq bizi də sevindirir. Qarşıdakı hədəflər nədir bu istiqamətdə? Bəli, bu il Finlandiyadaydı. Finlandiyanın Åland adalarında filateliya forumu keçirilirdi və həmin forumda dediyim kimi mən Azərpoçtun təmsilçisi olaraq da çox fəal iştirak etməyə çalışdım və düşünürəm ki, bu çox gözəl bir platformadır ki, poçt operatorları, digər ölkələrdən olan mənim həmkarlarım, biz orada çox gözəl fikir mübadiləsi aparırıq. Bir-birimizlə prezentasiyalarla paylaşırıq və ölkələrdə olan filateliyaya aid olan statistikalara baxırıq, yenilikləri öyrənirik. Ona görə orada bizim fəal iştirakımızı da, yəni mənim qismində Azərpoçtun fəal iştirakını gördülər və hələ oradaykən mən bu təklifi aldım. Əlbəttə ki, biz bir yerdə düşünüb bunu dəyərləndirdik. Çünki dediyiniz kimi ilk növbədə yəqin ki, hər bir Azərbaycanlı kimi və bizim ölkənin təmsilçisi kimi orada iştirak eləmək və poçt Avropa ölkələrinin poçt operatorlarının arasında bizim də öz sözümüzü demək hüququmuzun olması, bəzi qərarların qəbulunda əlbəttə ki, biz də iştirak edirik və nəinki iştirak edirik, söz hüququmuz da var. Yəni hər bir mövzuya təsir edə bilirik. Bəli, sözümüzü deyə bilirik. Aydındır. Azərpoçt bu il neçə marka buraxıb və sizcə, yəni ən yaxşı 3 markanı seçsək, o üçlüyə hansıları daxil edərdiniz? Bilirsiniz, bu il hələ il bitməyib. Onu deyim ki, hələ il bitməyib və ilin sonuna qədər bir 25 növdə marka buraxılışı nəzərdə tutulub. Hələ bizim öndə bir çox layihələrimiz var. Digər qurumlarla da indi görəcəksiniz, birgə layihələrimiz olacaq. Və bizim bütün buraxılışlarımız demək olar ki, bizim üçün çox önəmlidir. Yəni deyə bilmərəm ki, hansısa ilk üçü
daha çox önəmlidir. Sadəcə elələri var ki, əlbəttə ki, daha çox ola bilər yadda qalır və yaxud da ki, çox mühüm hadisələrə həsr olunur. Məsələn, onlardan biri bildiyiniz kimi bizdə iyun ayında mətbuatımızın 150 illiyi idi. Mətbuatımızın 150 illiyi ilə marka buraxdıq dövrəyə. O markada çox böyük bir maraq doğrultdu. Sonra bizim həmişə olduğu kimi Post Europe-un da marka müsabiqəsi var və bu il də əlbəttə ki, Azərbaycan həmin marka müsabiqəsinə qatıldı və orada Qobustan adlı marka ilə biz iştirak edirik. Markalarımız artıq poçt dövriyyəsindədir. Belə, yenə Ağdam, bax Ağdam şəhərinə həsr olunmuş da marka çox gözəl alındı. Bir çox markalar ilin əlvərində isə əlbəttə geriyə dönsək, ilin əlvərində ən bizim ilk markamız Tofiq Bəhramovun 100 illiyinə həsr olunmuş marka idi. Biz bunu AFFA-nın təşəbbüsü ilə birgə həyata keçirdik və o da düşünürəm ki, çox gözəl alındı və dahi futbolçunun da xatirəsini yad etmiş olduq. Aydındır. Azərbaycan 2025-ci ildə cari ilin ötən ayında səhv etmirəmsə, Dubayda keçirilmiş 28-ci Ümumdünya Poçt İttifaqı konqresində də fəal iştirak edib. Sözügedən təşkilat və tədbir haqqında nələri deyə bilərsiniz? Daha ətraflı məlumat verərdiniz zəhmət olmasa. 1874-cü ildə təsis edilmiş Ümumdünya Poçt İttifaqı dünyada ikinci qədim təşkilat hesab olunur, beynəlxalq təşkilat hesab olunur. 192 üzv ölkəsi ilə Ümumdünya Poçt İttifaqı poçt sektorunun iştirakçıları arasında əməkdaşlıq üçün əsas platformadır. Və Azərbaycan sentyabr ayında Ümumdünya Poçt İttifaqının Dubayda keçirilən konqresində fəal iştirakçı oldu və konqres çərçivəsində təşkilatın iki əsas qərar verici orqanına, Administrativ Şura və Poçt Əməliyyatlar Şurasına üzv kimi seçildi. Azərbaycanın bu şurada üzvlüyü 2025 və 2029-cu illər üçün nəzərdə tutulubdur, dövr üçün nəzərdə tutulub. Bu müddət ərzində ölkəmiz təşkilat daxilində qəbul olunan bütün qərarların, əsas qərarların müzakirəsində və səs verməsində iştirak edəcək. Aydın, bəs Ümumdünya Poçt İttifaqının 28-ci konqresində iştirak ölkəmizin təmsilçiliyimizi yəni nə kimi fayda verəcək və hansı üstünlükləri qatacaq, belə deyək? Azərbaycan 4 illik dövr ərzində Ümumdünya Poçt İttifaqı idarəçiliyində birbaşa iştirak edəcək. Və təşkilatın strategiya, idarə etmə və büdcə məsələlərinə dair qərarların qəbulunda söz sahibi olacaq. Bu, ölkəmizə qlobal poçt sisteminin formalaşmasında və idarə edilməsində aktiv rol oynamaq imkanı verir. Ölkəmiz beynəlxalq poçt xidmətlərinin hüquqi və texniki əsaslarının müəyyən edən ÜPÜ konvensiyasının və digər normativ sənədlərin hazırlanması və onun hazırlanma prosesində də iştirak edəcək. Bu da poçt xidmətlərinin standartları, təhlükəsizlik qaydaları və yeni rəqəmsal xidmətlərin formalaşmasında Azərbaycanın mövqeyini ifadə etməyə şərait yaradacaq. Beləliklə, bu üzvlük sadəcə status deyil, Azərbaycan üçün status deyil, bu həm də Azərbaycanın qlobal poçt sisteminin idarəçiliyində aktiv iştirakını təmin edən mühüm bir platformadır. Bu həm də ölkəmizin logistika və e-ticarət, elektron ticarət sahələrində milli maraqlarının müdafiəsi baxımından da çox böyük əhəmiyyət daşıyır. Aydındır. Son olaraq beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafından danışardınız. Deməli, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafını artıq biz sadaladıq bir neçəsini. Bəli, biz bir neçəsini sadaladıq və əsas da bu inkişafı
nədə görürük, onu demək istəyərdim. Ümumiyyətlə son illər bildiyiniz kimi Azərpoçt bütün beynəlxalq təşkilatların təşkil etdiyi forumlarda, konqreslərdə və tədbirlərində fəal iştirakçı rolunda iştirak edir, qismində iştirak edir. Və bu da ki, əlbəttə ki, beynəlxalq layihələrə, seminarlara və tədbirlərə qatılmaq və orada fikir və təcrübə mübadiləsi aparmaq beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük bir töhfə verir. Və bu istiqamətdə poçt sahəsinin inkişafı üçün Ümumdünya Poçt İttifaqı da, digər regional poçt təşkilatları faydalı platformalar yaradırlar, təşkil edirlər və biz də poçt operatoru kimi, milli poçt operatoru kimi onlarda aktiv iştirakçı sayılırıq. Aydın Starə xanım, çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Təşəkkür edirəm. Mənə də çox xoş oldu. Çox sağ olun. Sağ olun. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinləyirsiniz. Bugün Azərbaycan markasının inkişaf dövründən danışdıq. Studiyamızın qonağı Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin marka şöbəsinin müdiri Starə Hüseynova idi. Aparıcı isə mənəm Alidə Mustafayeva. Növbəti həftədə eyni saatda, eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq. Mən ağır əməliyyat keçirmiş Eldarın anasıyam. Eldarın atası Vətən müharibəsində şəhid olub. Hər şey sanki dünən idi.